Kişi döşündəki hər böyümə ginekamastiyadır. Gəlin belə bir sualla mən sizə cavab verim. Normal penis ölçüsü hər birimiz bilirik ki 8 sm-dir. Yəni bu funksional olaraq artıq bu insanın orqanın təbiəti etibarı ilə funksiyasını yerinə yetirməyə gətirib çıxardır. Bunun təbii ki hər kəs minimumunu soruşsa da hər kəsin beynində tutduğu bir ölçü var. Ginekomastiyada da bənzəri problemdir. Bəli, sizin mənim deyib bu balacadır, bu onsuz da əməliyyatlıq deyil deyib ki, özümdə də baş verib. Pasiyent yaxınlaşır, birinci dərəcə ginekamastiyadan əziyyət çəkir. Çox balaca bir böyümədir. O pasiyentə ilk başda atqaz edirəm. Ondan sonra o pasiyent bu boyda uzunluğunda mənə mesaj yazır ki, doktor siz başa düşmürsünüz. Mən trenajör zalından çıxmıram. Lakin mən hələm də xəyalını qurduğum o V formasındakı sinəyə sahib deyiləm. Belə bir vəziyyət yaranır. Yəni biraz empatiya tələb edir ginekomastiyanı biz təsnif adlandıranda.